Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi, dəyərli izləyicilər, bu gözəl, mübarək Mövlud günündə. Əvvəla hər birinizi İmam Həsən əleyhissalamın Mövludu münasibətilə təbrik edirəm. Ümidvaram ki, yaxşısınız inşallah. Bugün artıq Ramazan ayının 15-ci günündəyik və Ramazan ayının ilk 10 günlüyünü geridə qoymuşuq, ikinci 10 günlüyü də yarılamışıq. Və bugün inşallah dünənki mövzumuzun ardını davam edəcəyik. Necə ki qeyd etmişdim, tamaşaçılarımızdan bir neçəsi bizə müraciət etmişdi ki, İmam Həsən əleyhissalamın həyatı barəsində danışaq. Çünki İmam Həsən əleyhissalamın həyatı barəsində çox az marif olduğunu qeyd etmişdilər. Dünənki mövzumuzda biz Həzrətin dünyaya gəlişi, onun zahiri barəsində qeyd etmişdik ki, daha çox kimə bənzəyirdi, zahiri görünüşü necə idi. Amma bugün imamın həyatına bir baxış keçirdəcəyik ki, görək İmam Həsən əleyhissalam öz həyat tərzini necə sürürdü, hansı xüsusiyyətləri var idi. Doğrudur ki, əksər halda bütün imamlar əxlaqi dəyərləri eynidir. Lakin hər bir imam hansısa bir xüsusiyyəti ilə daha çox öndə olub, daha çox öz dövründə tanınıbdır. İmam Həsən əleyhissalamı da Əhl-i Beytin Kərimi kimi tanıyırıq. Çox səxavətli bir şəxs idi və İnsanlar onun qapısına getdiyi zaman hətta utanırdılar ki, nəyisə dilə gətirsinlər maddi cəhətdən. İmam özü onlar ağız açmadan onlara bəxş edirdi və köməklik göstərirdi. Gəlin tarixə bir baxaq. Düzdür ki, İmam Həsən barəsində tarixdə bir çox şeylər qeyd olunub, amma mən daha maraqlı olacağını düşündüyüm bəzi nöqtələri seçmişəm ki, siz dəyərli izləyicilərə təqdim edim. İbn Şəhr-Aşub Muhammed İbn İshaqın kitabından nəql edir. Allah Rəsulundan sonra əzəmət və şərafətdə İmam Həsəndən üstünü yox idi, ondan üstünü yox idi. Və qeyd edirlər ki, İmam Həsənin qapısının ağzında bəzən bir yer düzəldirdilər ki, orada əyləşsin, bəzi onun qapısına gələn kəslərin suallarına cavab versin, problemlərini həll etsin. Bu zaman onun əzəmətinə görə insanlar onun başına necə toplaşırdılarsa, hətta yolda gediş-gəliş kəsilirdi. Yəni, imam qapı ağzına çıxdıqdan bir müddət sonra yoldan ötənlər onun əzəməti qarşısında özlərini saxlaya bilmirdilər və cəzb olurdular, ona tərəf yönəlirdilər və istəyirdilər ki, onun mübarək üzünü görsünlər, onun sözlərindən faydalansınlar. Bu zaman yol kəsilirdi, yol dolurdu, insanların toplantısından, insanların çoxluğundan gediş-gəlişin qarşısı alınırdı. Qeyd olunur ki, imam bu anda tez oranı tərk edib evə daxil olurdu ki, yol bağlanmasın, insanlar üçün gediş-gəlişə rahatlıq yaransın. Və eyni hadisə biz görürük ki, onun həcc mərasimində də olurdu. Qeyd olunur ki, imam ümumiyyətlə çalışırdı ki, həccə getdiyi zaman ayaqyalın və piyada yol getsin. Əksər halda ayaqyalın gedirdi və piyada gedirdi həcc yolunu. Və həccə gedən zaman onun ətrafında minik üzərində gedən insanlar onu görəcək tez enirdilər və ona təzim edirdilər və ona ehtiram edirdilər. Onlar imamın cazibəsi qarşısında, əzəməti qarşısında aciz qalırdılar və ona tərəf yönəlirdilər. Və bundan əlavə biz tarixə baxdığımız zaman görürük ki, İmam Sadiqin dilindən belə vurğulanır ki, İmam Həsən əleyhissalam maraqlı faktlardan biri budur ki, 25 dəfə həccə getmişdi və hər həccə getdiyində də piyada şəkildə həccə getmişdi. Yəni, həcc mərasiminə piyada və bir çox mənbələrdə qeyd olunur ki, çalışırdı ki, hətta o piyada getdiyi zaman belə ayaqyalın getsin həmin mərasimə. Və insanlar da bunu müşahidə edirdilər. Bundan əlavə, imamın həyatına baxdığımız zaman onun mərhəməti barəsində bir çox şeylər nəql olunur. Onlardan biri də Əllamə Məclisinin dilindəndir. Əllamə Məclisi qeyd edir ki, Nəcih adlı bir şəxs var idi və həmin o Nəcih adlı bir şəxs nəql edir ki, günlərin birində İmam Həsən əleyhissalam əyləşmişdi və təam yeyirdi, yəni yemək yeyirdi. Yemək yediyi zaman onun ətrafına bir heyvan gəlir və o heyvan imamın yeməyinə baxır. Yeməyinə baxır və görünür ki, heyvan ac idi. Bu zaman imam öz ağzına bir tikə qoymamış, həmin heyvana
bir tikə verir və daha sonra özü meyl edir. Və beləcə davamiyyətli həm heyvana qida verir, həm özü qidalanır. Bu anda Nəcih düşünür ki, imamı narahat etmiş olur bu heyvan və gəlir deyir ki, ey imam, əgər icazə versəydiniz, mən bu heyvanı buradan uzaqlaşdırardım və o sizi narahat etməzdi. İmam deyir ki, yox, əsla onu buradan uzaqlaşdırma. Mən xəcalət çəkərəm ki, Allahın hansısa bir məxluqu yemək istəsin və mən tənha burada yeyim, onu şərik etməyim öz yeməyimdə və razılıq vermir. Bu imamın mərhəmətinin və hətta Allahın digər məxluqlara olan, hətta heyvanlara olan diqqətinin nişanəsi idi ki, o heç bir kəsi, hətta heyvanları belə öz diqqətindən kənar saxlamırdı. Bugün bu bizə örnək və nümunə olmalıdır ki, biz müsəlman olaraq ola bilər ki, hətta xəbərimiz olmur ki, qonşularımız bəlkə də ac yatır və yaxud dünyadakı baş verən hadisələrə baxırıq ki, hər hansı bir dünyada, ölkələrdə müsəlmanlar, insanlar ac şəkildə fəryad edirlər, amma biz rahat şəkildə öz evimizdə bunları izləyərək, tamaşa edərək öz həyatımıza davam edirik. Bəs deməli, biz bir çox işlər görməliyik ki, özümüzü öz imamımıza bənzədək. Bundan əlavə imamın ibadi məsələlərinə diqqət yetirdiyimiz zaman görürük ki, tarixdə onun barəsində qeyd olunub ki, o zahid bir şəxs idi. Məsələn, buna görə də onun ləqəbləri arasında zahid ləqəbi var ki, məhz ağaya xas idi. Və onun dəstəmaz alması barəsində rəvayətdə nəql olunur ki, tarixi mənbələrdə qeyd ediblər ki, dəstəmaz alan zaman o titrəyirdi, yəni bədəni əsirdi və rəngi saralırdı, solurdu. Ətrafdakı insanlar ona sual verirdilər. Ey İmam Həsən, nə üçün sən dəstəmaz alan zaman əlin ayağın əsir və rəngin saralır, solur? İmam müqabilində qeyd edirdi, cavabında qeyd edirdi ki, mən elə bir məbudun qarşısına gedirəm ki, elə bir kəsin qarşısına gedirəm ki, yeri var ki, həqiqətən də bədənim əssin və rəngim saralsın. Yəni, kimə ibadət edəcəmsə, ibadət etdiyim o kəs çox böyük bir məqamın sahibidir. Biz həyatda da çox təcrübə etmişik ki, hər hansı bir önəm verdiyimiz, çox dəyər verdiyimiz bir şəxs, qəlbən sevdiyimiz bir şəxsin, bizim üçün böyük bir kəs olan şəxsin önünə gedəndə, qarşısına gedəndə həyəcan keçirdirik, əllərimiz əsir, əllərimiz tərləyir, soyuyur hətta və qəlbimiz titrəyir sanki. Bu özü onu göstərir ki, bizim üçün bu şəxsin böyük bir dəyəri var. İmam da Allahın dəyərini və məqamını bildiyi üçün məhz bu halətləri yaşayırdı və qeyd olunur ki, o çox ibadət əhli idi və hətta onun həyatına baxanda, tarixdə mütaliə etsək, görəcəyik ki, məscidə gedən zaman belə məscidin qapısına yetişəndə o başını səmaya doğru qaldırırdı və orada bir duası var idi ki, duanın təqribən mənası bu cürdür ki, duada istəyirdi ki, Allahdan, Allahın evinə daxil olarkən ona müvəffəqiyyət versin, onun xətalarını, onun mürtəkib olduğu şeyləri ona keçsin və güzəşt etsin. Allahdan bağışlanma diləyirdi. Sözsüz ki, imam ismət məqamına sahib idi, məsum idi və günahsız idi. Onun bu duası bizlərə bir örnəkdir və nümunədir ki, Allah evinə hansı ədəb qaydaları ilə getməliyik, hansı şəkildə getməliyik və diqqətimiz olmalıdır. Digər nöqtə imamın həyatında fəqirlərə nisbətdə rəftarı ilə bağlı idi. Hansı rəftar idi bu? Tarixdə qeyd olunur, bəzi mənbələrdə qeyd olunur ki, 2 dəfə, bəzi mənbələrdə isə qeyd olunur ki, düz 3 dəfə imam öz malını, tən yarısını Allah yolunda fəqirlərə bağışlamışdı. Tən yarısı dedikdə bəlkə dilə asan gəlir, amma düşünün ki, sizin bütün varlığınız, bütün hər nəyiniz varsa maddi cəhətdən, ev, eşik, geyim, qızıl deyəkmi, hansısa bir topladığımız, məsələn, pulumuz, bunun tən yarısını kiməsə ehtiyacı olan bir şəxsə bağışlamaq, yəni asan deyil insanların tərəfindən. Amma imam bu işi fəqirlərə nisbətdə 3 dəfə həyatında icra etmişdi. Malının tən yarısını fəqir və ehtiyaclı şəxslərə bağışlamışdı və bu da onun səxavətinin göstəricisidir.
Tarixdə digər bir məsələ budur ki, şamlı bir kişi onun huzuruna gəlir. Bu çox məşhur bir hədis və rəvayətdir. Ola bilər ki, siz də bunu eşitmisiniz, amma burada yeri var ki, imamın səxavətini, imamın ədəbini göstərmək üçün biz bu rəvayəti sizin nəzərinizə çatdıraq. Şamlı və imamdan çox kinli olan bir şəxs bir gün imamın huzuruna gəlir, uzun səfərdən gəlir və gəlir imamın huzuruna yetişir. İmamın huzuruna yetişdiyi zaman ona çox ağır sözlər deyir. Yəni təqribən təhqiramiz sözlər deyir imama və imamın atası və özü haqqında bu kimi kəlmələr işlədir. Ağır kəlmələr işlədir. İmam Həsən əleyhissalam necə rəftar edir? Tarixdə qeyd olunub ki, imam birinci onu salamlayır. Daha sonra ona deyir ki, görürəm ki, sənin qəlbin bizdən narazıdır. Gəl hələ birinci bizim evimizə, evimiz genişdir və maddi cəhətdən də heç bir kəmkəsirimiz yoxdur. Gəl səni əvvəl öz evimizdə qonaq edək və sən görürəm ki, bu şəhərin əhalisindən deyilsən, uzaq səfərdən gəlmisən, yəqin ki, yorğunsan və istirahətə ehtiyacın var və qidalanmağa ehtiyacın var. Onu öz evinə dəvət edir. Və daha sonra deyir ki, sonra biz danışarıq və həll edərik ki, görək sənin narazılığın nədən ibarətdir, nə üçündür? Əgər sən açsansa, qarnını doyurarıq. Əgər sən ehtiyaclısansa, sənin ehtiyacını aradan qaldırarıq. Əgər sən geyimin yoxdursa, üryansansa, səni geyimlə təmin edərik, geyindirərik. Və bu cür yəni bütün insanın ehtiyacı ola biləcək şeyləri sayır ona. Və onu çox xoş, gözəl bir dillə, gözəl bir şəkildə, yumşaq bir əxlaqla öz evinə qonaq dəvət edir. Bu yerdə şamlı kişi çox təəccüb edir və ona iqrar edir ki, mən iqrar edirəm, mən dilə gətirirəm ki, sən həqiqətən də Allahın höccəti və imamısan. Və etiraf edirəm ki, mən bu günə qədər atana və sənə, atası dedikdə İmam Əli əleyhissalamı nəzərdə tutur, yəni atana və sənə böyük bir kin bəsləyirdim və sizi özümə düşmən bilirdim. Amma indiki andan etibarən mənim, yəni sizə məhəbbətim yox idi, ikrah hissim var idi. Bu cür vurğulayır və ardıca da qeyd edir ki, amma bu andan etibarən mənim üçün ən məhbub şəxs atam və sizsiz. Və məhbub, yəni sevilən bir şəxs, məhəbbət bəslənən bir şəxs və onun imama nisbətdə nəzəri dəyişir, qəlbindəki o kinlər ərir. O, imamın ən yaxın, ən yaxşı dostlarına çevrilir. Baxın, burada hətta bizə nisbətdə, yəni kinli olan, bizə nisbətdə tünd və pis əxlaqla rəftar edən şəxslərlə rəftarı öyrədir imam bizə. Sözsüz ki, imam ən üstün əxlaqa sahib idi, ən gözəl əxlaqa sahib idi və imamların dilindən bizə sifariş olunub ki, məxsusən şiələrə sifariş olunub ki, bizə öz əxlaqınızla zinət olun, bizə töhmət olmayın. Yəni, elə rəftar eləyin, elə davranın ki, sizə baxan şəxslər bizi sevsinlər, bizə doğru meyl etsinlər və bizim məzhəbə doğru addımlamağa çalışsınlar. Məhəbbətimiz onların qəlbinə daxil olsun. Yoxsa biz iddia edirik ki, imamları sevirik, onlara məhəbbət bəsləyirik və onların ardıcıllarıyıq. Amma tarixə də baxdığımız zaman, onların həyatına baxdığımız zaman görürük ki, hələ çox iş var. Yeri var ki, bu Ramazan ayındakı İmam Həsən əleyhissalamın əxlaqı barəsində və xüsusiyyətləri barəsində ki, biz danışdıq. Məhz bu nöqtələrin üzərində çalışaq. Biz də çalışaq ki, öz addımlarımızı imamın addımlarının izinə qoyaq və onun yolu ilə irəliləyək. Ümidvaram ki, sizin üçün faydalı oldu və inşallah ki, imamın Mədinədə qərib qalan həmin o qəbri ki var, bir gün düşmən tapdağından azad olar və onun da gözəl bir hərəmi qurular. Onun ziyarəti sizə və bizə nəsib olar. İnşallah ki, axirətdə də şəfaətindən bir nəsib olmarıq. Bir daha sizi Mövlud münasibəti ilə təbrik edirəm və inşallah ki, Allah ibadət və itaətlərinizi İmam Həsən hörmətinə qəbul etsin deyirəm. Gələn günlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.